Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Həftənin vacib xəbərlərini nəzərinizə çatdırmaq üçün sizinlə studiyada mənəm, Şəbnəm Lətifi. 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötüb. Artıq 5 ildir ki, bu bayram işğaldan azad olunmuş ərazilərdə qeyd olunur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində İlk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi. Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Azərbaycan ordusu Xəzinəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb. Bu barədə Müdafiə Nazirliyi bildirib. Mayın 29-da gecə saat 01:00-dan 01:15-ədək Azərbaycan ordusunun bölmələri tərəfindən güya Xəzinəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır, deyə məlumatda qeyd olunub. Azərbaycan ordusunun hərbiçisinin minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə hərbi prokurorluq məlumat yayıb. Bildirilib ki, Müdafiə Nazirliyinin en saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.12-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Elgün İbrahimov hündürlükdən yıxılaraq vəfat edib. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Bildirilib ki, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb. İstintaqın hazırki mərhələsində əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə genetik, məhkəmə tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zoraki hərəkətlərə yol verilməyib. O, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən vəfat edib. Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-sində saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.